Salam müəllimlər, bugünkü dərsimiz olacaq futbol mövzumuz. Futbol nə deməkdir? İngilis dilindən tərcümədə foot ayaq, bol isə top mənasındadır. İndi baxırıq müəllimlər futbolun yaranma tarixinə. Futbol 1863-cü ildə deməli yaranmışdı. İlk dəfə olaraq İngiltərədə yaranıbdı. Məhz 1857-ci ildə ilk dəfə futbol klubu da İngiltərədən keçmiş məktəbləri tərəfindən yaranan Sheffield klubu olubdu. Deməli futbolun belə deyək də, yaranma tarixi klubun yaranma tarixindən daha sonra olubdu. İlk dəfə klubu yaradılıbdı, sonra isə futbolun belə deyək də təməli qoyulmuş olubdur. Deməli, harda yaradıldı? İngiltərənin keçmiş məktəbləri tərəfindən yaranan Sheffield klubu olubdu futbolun. İndi baxırıq, deməli, Beynəlxalq Futbol Federasiyası neçənci ildə yaranıb? Beynəlxalq Futbol Federasiyası 1904-cü ildə Fransada, UEFA isə, yəni Avropa Futbol Assosiasiyası isə 1954-cü ildə yaradılmışdır. 1930-cu ildə ilk dəfə futbol üzrə dünya çempionatu 4 ildən bir təşkil edir ki, bu da deməli çempion olubdu Urugvay. Bundan sonra 2022-ci ildə sonuncu dünya çempionatı keçirilib və Qətərdə qalib Argentina yığması olmuşdur. İlk dəfə 1908-ci ildə Olimpiya oyunları proqramına daxil edilmişdi. Yadınızda qalsın, 1908-ci ildə Olimpiya oyunları proqramına daxil edilmişdi. Final qarşılaşmasında Britaniya və Danimarkaya deməli 2-0 qalib gələrək Britaniya oyunun qalibi olmuşdur. Ən çox Olimpiya çempionu olmuş ölkə Macaristandır. Son Olimpiya çempionumuz isə Braziliya olubdu. 3 dəfə Macaristan olubdu. Son Olimpiyadada olanda isə Braziliya olmuşdur. Azərbaycanda yaranma tarixi 1911-ci ilə təsadüf edir. Sonra deməli 2020-ci ildə UEFA çempionatunun növbəti belə deyək də turniri baş tutmalı idi. Lakin COVID-19 pandemiyası səbəbindən bir il sonra 11 iyun, bir də 11 iyula qədər tarixində baş verdi. 11 ölkədə keçirildi. Bu da Azərbaycan, İngiltərə, Macaristan və s. Burada da İtaliya çempion olmuşdur. Ən çox soru çıxsa ki, bu məsələ əsas bizə lazımdır ki, testlərdə düşür. Ən çox Avropa çempionu olmuş ölkə hansıdır? Sonuncu deməli Avropa oyunları 2024-də keçirdiyinə görə biz deyirik ki, İspaniyadır. Çünki sonuncu olaraq İspaniya qalib gəlmişdi. Belə deyək, əvvəlki illərə görə Almaniya idi. Artıq belə Almaniyadan çox üstün İspaniya olduğuna görə yadınızda qalsın, ola bilər imtahanda düşər. Ən çox Avropa çempionu futbolda deməli İspaniyadır. Ən çox dünya çempionu olmuş ölkə isə Braziliyadır. Deməli, dünya çempionatı 48, Avropa çempionatı da 24 ölkə iştirak etmişdi. Bunu da yadımızda saxlayırıq. İndi isə gəlin müəllimlər, sizlə baxaq nəyə? Bizdə burada meydançamızın uzunluğu var, eni var. Bunlara nəzər salaq, meydançamıza baxaq. Görək meydançamızın ölçüləri neçədir? Deməli, meydançamızın ümumi yan xəttdən uzunluğunu götürürük. Yan xətt müəllimlər, bax bu deməkdir. Yan xəttdən, yəni uzunluğu, bu hissədən uzunluğu görək neçə metrdir. Yan xəttdən uzunluğumuz deməli olur 100 metr minimum. Yəni minimum 100 metr olur, maksimum 110. Yadımızda qalsın, beynəlxalq oyunlar üçün meydançamızın ölçüsü minimum 100 metr, maksimum isə deməli 110 metr uzunudur. Bəs eni neçədir? En isə bu hissədir müəllimlər. Enimiz isə minimum 64, maksimum isə 75 santimetrdir. Bunu yadımızda saxlayırıq. Minimum deməli oldu 64, maksimum isə 75 olur.
İndi baxırıq müəllimlər nəyə? Bu bizim mərkəzi dairəmizin deməli radiusudur. Mərkəzi dairəmizin ümumi ölçüsü belə deyək də, ümumi mərkəzi dairəmiz olur 18-in 30-a. Niyə? Çünki mərkəzi radiuslarımız isə indi burada mən silim qeyd edim yenidən. Bircə dəqiqə. Mərkəzdən radiusumuz, mərkəzdə yerləşir də radiusumuz olur 9-un, deməli 15-ə. Yadımızda qalsın. 9-un 15-ə mərkəzi radiusumuzun belə deyək ölçüsüdür. Deməli radiusun ortasındakı bu xəttimiz isə yadımızda bunu da saxlayırıq. Ortadakı bu nöqtə ki yoxdur, mərkəz xəttir ki, burada biz topu buradan oyuna daxil edirik. Bax bu mərkəzi xətt yadınızda qalsın 0.3-dür. Hər ikisində. Bax burada da penaltı 11 metrlik ki penaltı atırmır. Bax bu 11 metrlikdə bu balaca dairənin orada da diametri 0,3-dür. Məhz mərkəzdəki deməli radiusun ortasındakı dairənin də diametri olur 0,3. Bax bu bizim mərkəzinin radiusumuz dedik oldu 9,5 və içindəki radiusumuz neçə oldu? 0,5 olur. İndi isə baxırıq müəllimlər biz burada nəyimiz qaldı? Qapımızın ölçüsünə. Bax qapımızı görürsünüz. Qapımızın ölçüsü neçədir? Qapımızın uzunluğuna bu formada ölçüsü olur 7 metr 7-nin 32-yə. 32. 7 metr yəni 32 santimetr. Amma bizim qapımızın eni də var. İndi isə eninə baxırıq. Futbolda qapımızın eni isə deməli olur. En isə bu formada gedir də. Enliliyi isə olur 2 metr 44 santim. Deməli uzun neçə oldu? Uzunumuz oldu 7 metr 32 santim. Eni isə olur 2 metr 40 santim. İndi gəlin müəllimlər baxaq topumuzun ölçüsünə. Topumuzun ölçüsü neçədir? Topumuzun ölçüsü isə çevrəsi, yəni çevrəni götürürük. 68-in 70-ə. 68 yəni 70 santı çevrəmizdir. Neçə oldu? 68, 70 santı çevrəmiz. Çəkimiz isə 410, deməli 450 qram. Deməli topumuz oldu. Çevrəmiz 68-70 santim. Çəkimisi isə 410-450. Qapımızın uzunluğu necə oldu? 7 metr 32 santim. Eni isə oldu 2 metr 44 santim. Deməli radiusumuz oldu 9,5. Meydançamızın minimum eni 100, maksimum 110 metr. Yan xəttdən isə, yəni yan xəttdən uzunu hesabladıq. Enliliyi isə, enliliyi deməyək də, hardasa belə eninə olan yerimiz isə olur minimum 64, maksimum isə 75. Bax bu bizim meydançamızın nə idi? Ölçülərimiz idi. Radiusun içərisindəki dairəmiz isə oldu 0,13. Həm 11 metrlik dairədəki məhz bu belə deyək radiusumuzun içərisindəki xəttin dairə həm də ki 11 metrlikdə, həm də ki radiusda hər ikisi diametri olur 0,3 metr. İndi müəllimlər biz sizlə nəyə baxırıq burada? Burada xətlərimiz qalıb. Xətlərimizi də qeyd edək. Və buradakı xətlərimiz ki var, qapı xətlərimizdir. Bu qapı xətlərimiz də 12 santimdir. Deməli digər yollarımızda 5 santim idisə, burada isə bütün xətlərimiz 12 santimetrdir. Yadımızda qalsın. 12 santimetrdə qapı xətlərimizdir. İndi isə gəlin baxaq komandalarımızın heyətinə. Komandalarımız neçə nəfərdən ibarətdir? Futbol oyununda komandamız yadımızda qalsın. Ümumi 26 nəfərdir. Ümumi 26 nəfərin əsas heyətimiz olacaqdır. Deməli burada əsas heyət 11 nəfər. Deməli ehtiyat isə olur, qısa yazıram. Ehtiyat isə 15 nəfər. Deməli əsas heyətimiz neçə oldu? 11, ehtiyat isə 15 nəfər.
Müəllimlər, bax belə deyək də, əsas heyət əsasdır ki, oyun başlayanda oyunda olsun. Ehtiyat heyətimiz olmasa da olar. Amma bir şeyi də burada nəzərdə salım ki, meydançaya çıxarkən bizim əsas heyətimiz maksimum 11 nəfər olmalıdır. Baxın, maksimum. Minimum biz 7 nəfərlə də meydançaya çıxa bilərik. Əgər əsas heyətimiz 11 deyirsə, 10-dursa oyunumuz başlayacaq burada. Bax, 11-də də başlayır. Maksimum 11 götürürük. 10 nəfərlə də biz oyuna başlayırıq. Sonra 10 nəfərlə də, 9 nəfərlə də, 8 nəfərlə də, 7 nəfərlə də biz meydana çıxa bilərik. Maksimum 11, minimum 7 nəfərlə. Artıq 6 nəfərdirsə, müəllimlər, artıq 6 nəfər olduqda texniki məğlubiyyət verir. Yəni bunu da 15 dəqiqə əsas heyət gəlməsini gözlənilir. Əsas heyətlə futbol heyəti ortaya çıxmırsa, deməli burada futbolda bizə nə verilir? Texniki məğlubiyyət verilir. Deməli maksimum neçə oldu? Maksimum 11, minimum 7 nəfərlə biz meydana çıxıb yarışımızı belə deyək də davam etdirə bilərik. Sonra ümumiyyətlə oyun gedə-gedə də oyunda 6 nəfər qalarsa, oyun gedən zaman, məsələn, birinci, ikinci hissələrdə artıq burada da texniki məğlubiyyət verilir. Yadınızda qalsın, texniki məğlubiyyət verilir. Sonra burada oyuncu belə deyək də dəyişikliyi 5 nəfərdir. Oyuncu dəyişikliyi ümumi, yəni 2 hissəmiz var. Birinci gəlin hissələri deyim, sonra oyuncu dəyişikliyindən danışım. Bizim hissələrimiz 2 hissədən ibarətdir oyunumuz. Hər hissə 45 dəqiqədir, 45 dəqiqə. Ümumi futbol 90 dəqiqə oynanılır. Deməli, ümumi 90 dəqiqə oynanıldı. 2 hissədən ibarətdir. Hər hissəmizdə 45 dəqiqədir. Bəs hissələr arası fasiləmiz burada necədir? Hissələr arası fasiləmiz 15 dəqiqədir. Yadınızda qalsın. Hissələr arası fasilə 15 dəqiqədir. Əgər qalibin elan olunmayıbsa, qalib mütləqdir ki, elan olunsun, əlavə hissələr də oynanılır. Əlavə hissələr deməli 2 dəfə 15 dəqiqəlıq 2, yəni bura qeyd edirək. 2 vur 15. 2 dəfə 15 dəqiqəlıq hissə oynanılır ki, qalib elan edilənə qədər. Əgər burada da qalib elan edilmirsə, bu zaman belə deyək, penaltı vurmaq lazımdır. Birinci, hər komanda 5 dəfə penaltı yerinə yetirilir. Daha sonra isə tək-tək, baxın, tək-tək. Birinci, hər komanda 5 dəfə penaltı yerinə yetirilir. Sonra komandalar tək-tək penaltı yerinə yetirilir. Baxın, bir də müəllimlər, bir məsələni də burada nəzərə salım ki, burada taymat yoxdur. Yadınızda qalsın, futbolda taymat yoxdur. Bax, bunu yadınızda saxlayırsınız. Futbolda taymat olmur. Deməli, hissələr arasında neçə dəqiqə oldu? 15 dəqiqə. Ümumi 90 dəqiqə, hər hissəmiz isə 45 dəqiqə olur. Sonra oyuncu dəyişikliyimiz. Oyuncu dəyişikliyimiz necədir burada? Oyuncu dəyişikliyi müəllimlər ümumi belə deyək, 2 hissədə biz 5 oyuncu dəyişikliyi edə bilərik. 5-dən artıq oyuncu dəyişikliyi edə bilmərik. Bax, buna da yadınızda qalsın, 3 cəhd verilir. Bax, sual düşsə ki, oyuncu dəyişikliyi neçədir? Deyirik 5. Bəs neçə cəhd verilir? 3 cəhd. Biz bu 3 cəhddə oyuncu dəyişikliyini reallaşdıra bilərik. Bax, 3 cəhd necə? Məsəl üçün, belə deyək də, bizə 5 nəfər veribdir. 1, 2, 3, 4, 5. Düzdür? Bu 5 nəfər bizim haqqımızdır ki, oyuncu dəyişikliyimiz olsun. Lakin burada 1, 2, 3 cəhd veribdir ki, oyuncu. Bax, biz birinci, məsələn, cəhdimizdə, bax, bu birinci cəhdimizdə 2 nəfər oyuncu dəyişikliyi edirik.
İkinci cəhdimiz var. İkinci cəhdimizdə də 3-4 nəfər, 3-ü belə deyək də 2 nəfər dəyişiklik eləyirik. Artıq sonda üçüncü cəhdimizdə isə bircə nəfər edə bilərik ki, 5 nəfər. Bundan artıq biz cəhd edə bilmərik. Lakin biz birinci hissədə də istəsək, ikinci hissədə də istəsək, bax burada yenidən qeyd edirəm. 3, 4, 5. Burada da cəhdlərimizdir. 3 dənə cəhdlərimizdir. Əgər istəsək biz birinci cəhdimizdə bütün 5-i də götürə bilərik. Və yaxud da ki, birinci cəhdimizdə götürmürük, 2-də elə bil hamısını götürə bilərik. Və yaxud birinci cəhdimizdə 3-ünü götürüb, ikinci cəhdimizdə belə deyək də 4-ü, 5-i də belə götürə bilərik. Onu demək istəyirəm ki, bizə yalnız oyuncu dəyişikliyində 3 cəhd verilir ki, biz tək-tək bunu edə bilmərik. Yəni bu 3 cəhd ərzində oyunçularımızda dəyişiklik edə bilərik. Bax, bu cəhdlər də budur. Sonra bizdə müəllimlər nə qaldı burada? Oyun necə başlanır? Oyun necə başlanır? Bunu qeyd etmədim sizlərə. Oyunumuz ümumilikdə püşk atma yolu ilə başlanır. Yadınızda qalsın. Püşk atma başlanır. Bəs burada püşk atmanın nəticəsi necədir? Püşk atmanın nəticəsinə görə top oyuna mərkəzdən başlamış olur. Biz deməli püşk atmanı nə vaxt edirik? Püşk atmanı deməli birinci hissənin əvvəli, bir də əlavə hissədə. Birinci hissə əvvəli, bir də əlavə hissədə püşk atma edə bilərik. Müəllimlər, bir şeyi də burada qeyd edək ki, belə deyim də, bizdə əlavə hissələrdə də bir dənə belə deyək, cəhdimiz ola bilər ki, oyuncu dəyişikliyi edə bilək. Əlavə hissələrdə bunu qeyd etməmişdim. Deməli, oyunumuz necə başladı? Oyunun əvvəlində püşk atma olur. Bir də penaltilər olur ki, penaltilərdə də 2 püşk atma olur. Bu necədir? Bax, penaltıda necə püşk atma 2-dən olur? Püşk atma ilə müəyyənləşir ki, bir zərbəni kim yerinə yetirəcəkdir? Bir də belə deyək də, zərbədən əlavə qapını seçirik ki, biz hansı hissədə olacağıq? A komandası hansı, B komandası hansı? Deməli, püşk atmanın nəticəsinə görə bir top seçilir ki, kim hücum edəcək də, belə deyək. Bir də ki, komandaların yerləri burada müəyyən edilmiş olur. Sonra bizdə bax dedik ki, oyunun püşk atma yolu ilə mərkəzdən başlanır. Oyun püşk atma ilə mərkəzdən başladıq. Baxın müəllimlər, bax buradan oyunumuz başlayır mərkəzdən. Buradan mərkəz buradır. Bax bu həmən mərkəzdən oyunumuz başlayarkən topumuzu bax bu mərkəzdəki nöqtənin üzərində olmalıdır. Topu mərkəzdən başlayan oyuncu, baxın, belə durmalıdır. Necə durur? Birinci, burada necə olur? Mərkəzdə top dayanıbsa komandamızdan, topun bir ayağı bu tərəfdə, yəni bu tərəfə, digər ayağı da bu tərəfə də ola bilər. Amma bu zaman rəqib bizdən 9,5 metr aralı durmadı. Bax, öz komandamız yox. Rəqib bizdən məsafəsi, deməli, rəqib komandanın neçə dəqiqə, neçə metr? 9,5 metr bizdən məsafədə aralı durmalıdır. Bundan bərabər müəllimlər, hər komanda, A komandası da, B komandası da hərə öz sahəsində yer olmalıdır. Yəni, B komandası mənim sahəmə keçə bilməz, A komandası da mənim sahəmə püşk atma atılıbdır, çünki yerlərimiz seçilibdir. Bax, burada ata bilməz. Əgər mərkəzdən başladıq, mərkəzdən oyuna daxil edərkən, oyuncudan başqa dedik ki, aid olan hissə də dayanır. Bir də 9,5-də hər kəs dayandıqdan sonra rəqib komandası. Əgər top gəldi, baxın müəllimlər, mən bu topu atdım. Düzdür? Gəldi top birbaşa rəqibin qapısından keçdisə, burada qol qeydə alınır. Yadınızda qalsın. Burada top qeydə alınır. Yox, əgər bir xal qeyd alınır da, ancaq səhvən atdım, getdi öz qapımdan keçdisə, qol daxil oldusa, burada qol qeydə alınmır
rəqib, yəni rəqib komanda B komandası buradan mənim qapıma küncdən zərbə. Baxın, küncdən zərbə də burada yerləşir. Bax, küncdən zərbə yerinə yetirmiş olur. Küncdən zərbədə, bunu da bir dəqiqə nəzər salaq. Mən bunu burada qeyd etməmişdim. Küncdən zərbələrdə də gördüyünüz kimi raduslar yerləşir. Bax, bu radusların da özünün bayrağı var. Bu bayraqlarda 1 metr 15 santimdir. 1 metr hündürlüyü. Radiuslarında müəllimlər yadınızda qalsın. Bax, buradakı hər belə radius 4 yanda olur. Bunlar künc zərbəsi elan edilənlərdir. Bax, bu radiuslarının da hərəsinin ölçüsü 1 metrdir. Bax, buradan künc zərbəsi yerinə yetirilmiş olur. Necə oldu? Əgər mənim topu vurdumsa, deməli, bir daha göstərim. Əgər topu vurdumsa, mən top gəldi birbaşa, rəqib komandanın qapısına daxil oldusa, mənim qolum qeydə alınır. Ancaq öz qapıma, belə deyək, birbaşa daxil olursa, burada qol qeydə alınmır və rəqib bizdən gəlir, küncdən, deməli, zərbə yerinə yetirmiş olur. Bir də müəllimlər, burada necədir? Hər xal qazanandan sonra, məsəl üçün, biz xal qazananda voleybol idi, digər oyunlar idi ki, burada neynirdik? Servizi özümüz başlayırdıq da, başlanğıcı özümüz başlayırdıq. Futbolda necədir? A komandası xalı qazanıbsa, bir xal. Onda oyuna B komandası başlayır. Yadınızda qalsın. Oyunu kim udubsa, o oyunu başlamır. Digər rəqib komanda oyunu başlamış olur. Məsəl üçün, mənim A komandayam, mənim bir xalım var, rəqib komandanın isə B-nin isə 0 xalı var. Mən burada oyunu neçə dəfə başlamışam və yaxud da rəqib. Rəqib komanda mən bir dəfə başladığıma rəğmən, rəqib komanda burada 2 dəfə başlamış olur. Yadınızda qalsın. Mən hər kol vurduğumda rəqib komanda deməli mərkəzə gəlir və mərkəzdən oyunu başlamış olur. Yəni topu almış olur. Yəni bizim xalımız çox olsa da A komandası mərkəzdən atışı çox edən tərəf olmur. B komandası daha çox deməli atışı qeyd edən tərəf olur. Bax, bu da bizim mərkəzdən topumuzun başlanması idi. Yadınızda qalsın. Top nə vaxt mərkəzdən başlanır? Püşk atma nəticəsinə görə top mərkəzdən başlanır. Sonra əsas hissələrin əvvəli, bax burada bir də qeyd edəcəm, nə vaxtlar mərkəzdən başlayırıq topu, qeyd edim onu da, yadınızda qalsın. Deməli, top mərkəzdən başlayır, oyuna daxil edilir. Püşk atma, bax başa düşərsiniz də yəqin. Püşk atma, sonra əsas hissələrin əvvəli də bir də qol olarkən. Deməli, püşk atdıq, mərkəzdən topu başlayırıq. Sonra hər əsas hissənin əvvəli də biz topu mərkəzdən başlamış oluruq. Bundan əlavə, nə vaxt ki qol vuruldu, rəqib komanda topu mərkəzdən başlayır. Mərkəzdən topu başlayarkən rəqib komanda bizdən nə qədər aralı durur? 9,5. Yadınızda qalsın. 9,5 bizdən aralı dayanmış olur. Sonra mərkəzdən topu başlayarkən top birbaşa bizim komandanın qapısına dəydisə, yəni özüm başlamışamsa, öz qapıma daxil olarsa qol qeydə alınmır və rəqib gəlir mənə küncdən zərbə yerinə yetirilir. Yox, əgər rəqib komandasının top daxil olursa, deməli burada xal mərkəzdən birbaşa daxil oldusa, belə deyək də, bir xal mənim hesabıma yazılmış olur. Sonra müəllimlər, burada nə qalıbdı? Burada qalıbdı bizim kartlarımız qalıbdı. Kartlarımız da belə deyək də olur 2 ədəd. Qırmızı və sarı kart. Qırmızı kartımız nədir? Qırmızı kartımız, sarı kart bildiyimiz kimi xəbərdarlıq deməkdir. Amma belə qırmızı kartımız isə
artıq oyundan kənarlaşmadır. Deməli, necə oldu? Qırmızı kart oyundan kənarlaşma, sarı kart isə yadınızda qalsın, deməli oyundan xaric olur. Əgər futbol oyununda sarı kartı xəbərdarlıq etmək üçün, qırmızını isə kobud oyunçunu oyundan xaric etmək üçündürsə, qayda pozuntusuna yol verən oyunçuya 2 sarı kart aldığı zaman oyundan xaric olunur. Yadınızda qalsın. Bir oyunçu deməli 2 dəfə səhv edibsə, qayda pozuntusu edibsə, 2 sarı kart göstərilir və oyundan xaric edilir. Qırmızı kart alan oyunçu heç bir oyunçu ilə əvəz etmək olmaz. Yadınızda qalsın. Əgər qırmızı kart olubsa, artıq oyundan təmiz kənarlaşdırır və heç bir bura oyuncu əvəz edilmir. Qırmızı və sarı kart keçmişdir FIFA Hakimlərin Komitəsi sədri Ken Aston tərəfindən daxil edilibdir. Bir oyunda müəllimlər yadınızda qalsın. Meydançadakı oyuncuların maksimum 9 qırmızı kart verilə bilər. Yadınızda qalsın. Meydançadakı, yəni oyunculara ümumi maksimum, bax, həm A, həm B, maksimum 9 qırmızı kart verilə bilər. Bir komanda isə, məsələn, bir dənə B komandasıdır. Buna isə 5 qırmızı kart verilər. Ümumi 2 komandaya biz 9 qırmızı kart verə bilərik. Bax, bu da yadınızda qalsın. Sonra hakimlərimiz var. Hakimlərimiz isə burada 4-dür. 4 hakimdən ibarətdir. 4 hakim deməli bizdə baş hakim, bir də 2 yan hakim tablo vardır. Xallarımız neçədir? Müəllimlər, xallarımızı da qeyd edək. Futbolda neçə xal qazanırıq? Deməli, xal qalibə 3, yadımızda qalsın, bunu da qeyd edək. Qalibə 3, sonra bərabərdirsə 1, hər komanda bərabərlik varsa 1, amma uduzandırsa, yəni məğlubiyyətdirsə 0. Yəni texniki məğlubiyyət ola bilər. Komanda heyətinə gələ bilməz. 6 nəfərdirsə texniki məğlubiyyət verilir. Bunda 0-dır. Və yaxud onun gedişində kartlar verilir. Oyuncu dəyişikliyi də edilə bilmir. Bu zamanda texniki məğlubiyyət verilir ki, burada da uduzan olur. Yəni 6-dan görürsünüz ki, 6 nəfər qalıbdır. Artıq texniki məğlubiyyətə 0 xal verilir. Deməli, qalibə 3, bərabərə 1, texniki deməli artıq məğlubiyyəti isə 0 xal verilmiş olur.